Salam dostlar, salam canlarım. Bugün sizlerle bir yerde uzun bir aradan sonra YouTube'a geri dönüş ettim. Bir hafta yarım falan var. 2 hafta yarım daha doğrusu. Ve bu sebepten niye birincisi YouTube'a ara verdim. YouTube'a ara vermemin əsas səbəbi oydu ki, aradan siz deyin. Biraz proqramda xətaların olmasıdır. Məsələn, səs algılamırdı proqram. O əsas sıkıntısı oydu. Səs almırdı deyə və əsas olaraq da montajında xəta çıxırdı. Buna görə də qardaşımla Minecraft Part 7, 8 idim, Part 7 miydi bilmirəm. Bunu çəkəmədik. Bunu çəkməmənin də əsas səbəbi bu oldu ki, proqramın xətası olmuşdu. Proqramın xətası olmasaydı nə olacaqdı? Qardaşımla Minecraft serisinin davamı gələcəkdi, amma bəxtimizə küslük ki, gəlmədi. Tabii indi mən burada Brawl TV Max'i qoyub danışacağım və əlavəsi olaraq da açıqlama olaraq nə deyəcəm? Bunu deyəcəm ki, çox izləmirik. Birincisi bu. İkincisi də odur ki, çox izləməməyin səbəbi bizim ən çox mən YouTube'a əziyyət verməyimin səbəbi isə mən çox izlənməməmdir. Budur. Sadəcə bu səbəb budur. Yəni mən videolarıma çox əziyyət vermişəm deyə mən izlənməməliyəm. Yəni örneğin bir kanal söyləyim sizə. Girl Roblox Fan. Yəni Girl Roblox Fan kimdir? Həqiqətən adı ilə Zəhra. Mənim sinif yoldaşımdır və o 30 abunəsidir və kanalında heç videolarını əməl verməyib. İndi kanalındakı bütün videolar silmişdi. Onun nəyə görə? Deyən Gmail bağlamamış. Təzə bir şey cihaz almışdı deyə. Oradakı YouTube kanalındakı bütün videolar sildi. Amma əslində nə var? Birincisi olaraq bu YouTuber, yəni onu ifşalamaq istəmirəm burada. Yəni Girl Roblox'tan dediyimiz Zəhra adlı şəxs. Yəni YouTube'da gəlib nə təkliflər çəkirdi. Birincisi, ikinci, üçüncü videolarda həmişə səssiz videolar çəkirdi. Yəni bu da biraz qərib gəlirdi. Yəni mən bir dənə səssiz çəkdiyim video var bu kanalda. Yəni əlavəsi olaraq da deyim ki, bu kanalda, yəni Zəhranın kanalında, Girl Roblox Fan kanalı özünü göstərmədən səssiz video çəkərək videolar çəkirdi və videolar bir-iki dənəsi qurğuydu. Əlbəttə ki, mən burada sadəcə demirəm, buradan videolarına əziyyət verməyən, üstünə prim kasanları da deyirəm. İndi deyəcəklər, sən balaca velətsən deyəcəklər, sən primi hardan bilirsən, bilirəm. Yəni primi bilirəm. Əlavəsi olaraq da primi bildikdən sonra nə olur? Prim kasmaq bizim nə şeydir? Məsəl üçün, deyək ki, biraz fikirləşsək, məsəl üçün, əgər maşın sevsənsə videoya like at, abunə ol, sevmisənsə boş keç. Azərbaycanı sevsənsə like at, abunə ol, sevmisənsə boş keç. Belə videoları mən prim qurğusu sanırım. Yəni, əgər səhv demirəmsə, yəni şəhərlərə yaza bilərsiniz. Bunlar hamısı prim qurğusudur. Prim qurğusu dediyimiz şey də like abunə kasmaq. Like abunə kasıb da bu qədər videolarına əziyyət verməyib 20.000, 1000, 2000, 3000, 4000, hatta 5000, hatta abartaq 30.000 kimi abunələri olur və like'larının sayısına baxsaz, yəni 2k like olur. Mən sadəcə like atıldığım videolar, məsəl üçün, like atıldığı videolardan ən çoxu da qardaşımla Minecraft Survivor'da. Tabii qardaşımla Minecraft Survivor'ı niyə çəkmədim? Uçlaq gəldi, niyə çəkmədim? Bunu gözləyənlər də var idi. Ona görə çəkmədim ki, o videoda xəta oldu. Yəni Minecraft Part 7-də kamillə maden tapdıq. Çox dərinə qazdıq da, yəni madenə. Ondan sonra elmas tapdıq. Elmasdan sonra da çox aşağı inmişdik deyə lav gəldi, öldük. İşte həm video çox küfürlü olacaq deyə qırmızı duvar yiyəcəkdi. Həm də əlavəsi olaraq da proqramda xəta çıxdı. Yəni qırmızı duvar yiyəsi səbəbi mən sadəcə qırmızı duvar belə yiysə mənim rejimə deyil. Çünki siz qardaşımla Minecraft serisini sevirsiniz. Mən danışamıyorum. Çünki qardaşımla Minecraft serisini sevirsiniz. Və buna görə də mən çəkdikdən sonra dəqiqədə bir xəta oluşurdu. Bilsiniz nə qədər, məsəl üçün. Mən özəlliklə video montajlayıram. Yəni mənim istifadə etdiyim proqramda montajlamalısan. Yəni montajlamasan
video belə balaca, karınca kimi gözükür. Yəni qarışqa kimi bir video gözükür. Yəni balaca gözükür. Yəni bunu televizordan izləyən, planşetdən izləyən, telefondan izləyənlər varsa, yəni onlara balaca tam telefon planşeti affetdikdir. Yəni ya belə yaxın əlinlə yaxınlaşdırarsan, baxın belə əlinizlə yaxınlaşdırarsınız Clash of Clans kimi yaxından görərsiniz. Amma telefon planşeti eyni durumda, amma fərqli bir yanı da var ki, televizordan izləyənlər. Televizordan izləyənlər yaxınlaşdıranmır, çünki televizor pultla işləyir və buna görə də onları yaxınlaşdıranmır deyə bayağı gəlib yoluna söyüş yazmışlar. Deyəcəklər indi sən niyə belə şey yiyibsən? Deyirlər, uşaqlar mənim əvvəllər çox kanalım vardı və özümü göstərmişdim. Özümü göstərdikdən sonra nə oldu? İşte Gmail bağlandı. Yeni Gmail açdım. Təzədən bir də açdım kanalı. O bağlandı. İndi burada üzümü göstərməyəcəm. Böyüyəndə falan göstərərəm. Yəni narahat olmayın. Sıkıntı yoxdur. Və əlavəsi olaraq bir söz deyəcəm ki, YouTube buraxmanın səbəbi çox like almamam idi. Bu aralar Azər Məmmədov deyə bir YouTuber var idi. O da buraxdı. Deyən keçən gün idi, yoxsa 3 həftə əvvəlmi, 3 gün əvvəlmi bilmirəm, yadımda deyil. Və o da buraxmışdı. Onun buraxma səbəbi isə oydu ki, pis şərhlərin gəlməsi. Mənim də buraxma səbəbim oydu ki, buraxmıram bu arada YouTube-u. Mənim də belə YouTube-a ara verməmin səbəbi də o olmuşdu ki, YouTube-da heç like və abunə almamaq. Yəni bu strike videosu hardasa yəni heç izlənmə almayıb, heç izlənmə almayıb. Yəni baxış yoxdur, 0 like, 0 share, baxış yoxdur. Eynisi də Stick War Legacy videosundakı kimi idi. Və mən buna çox niyətləndim. Hətta deyim ki, mən əmək verirəm videoya. Tabii siz də haqlısınız. Çünki uşaqlar videonun səsi gəlmirdi. Arada bir proqram çıldırır tabii. Bəlkə bu videonun da səsi gəlməyəcək. Dediklərim bəlkə boşu deyəcək. Amma çalışıram ki, videonun səsi gəlsin. Və bu videoda yəni demək istədiyim odur ki, yəni YouTube-da çox prim kastırlar. Yəni çox qız gəldi videolarına əmək verməyə milyon abunəsi oldu, 1 milyon falan filan. İşte Joy Roblox fanı da belə kırmızı duvar, yəni sarı duvar dediyimiz, kırmızı duvar dediyimiz YouTube kanalını təhlükəyə atan iki cür varlıqdır. Varlıq dediyim qorxulu bir yuxudur. Yəni həqqi çox YouTuber'ın qorxulu yuxusu olur. Ona görə də bu Zəhra dediyimiz şəxs, yəni Joy Roblox fan dediyimiz şəxs həm üzünü göstərəcəkmiş primi ilə gəlib burada video çəkir və videolarına əziyyət verir. İndi deyəcəklər, onun videosu da böyük göstərir. Uşaqlar, Mobizen bir kuralı var, yəni çək göndər, çək göndər. Bundan qutarır. Amma J1 Reds'dən, yəni mən istifadə edirdim, proqramlar belə deyil. Birincisi video kəsib düzəltməlisən. İkincisi video kroplamalısan. Üçüncüsü onu nətər desək, yataraq gözləməlisən, yəni 3 saat yatıb gözləməlisən videonun yüklənməsini. Sonra bir də YouTube atasan, YouTube-da yüklənir. Bu mənim üçün asan bir şeydir. Bir də mən könlümdən kapaq fotoğrafı düzəldirəm. Əlbəttə ki, bu videonun da kapaq fotoğrafını düzəldəcəm. Biraz əziyyət vermək istəyirəm bu videoya. Yəni deyim ki, və o Azaxınzır deyə bir YouTuber var. Məncə çox qız bilər. Zaten mən izləyənlərin %50'si qızdır, %49 da oğlandır. Mənim kitləm bu arada belədir. İndi Azaxınzırın üstünə, yəni Azaxınzırdan video çalmaq üçün bir şey də var. Yəni açıqlaması var ya, o açıqlaması. Oradan prim kasmışdım. Yəni bir Schoolboy Runaway adlı bir oyun var ya, həm orada xoşbəxt ailə yazmış. Tabii bunu hamı yaza bilər, amma bir şey var ki, video çalmaq uşaqla eyni şey deyil. Video çalmaq nə deməkdir? Video çalmaq o deməkdir ki, adını siz deyin. Biraz fikirləşim, hə. Videonun montajından, səsindən deməyək, çünki hamının səsi Azaxınzır kimi deyil. Məsələn, PewDiePie-dan video çalıblar. Nəysə, o səsdən, montajdan, nə bilim, qurğudan, plandan, hər şeydən. Yəni hamının videosunda qurğu olmadı. Məsələn, mənim qardaşımla atdığım YouTube videosu qurğudur. Bəli, qurğu eləmək zorundayıq. Yəni bütün YouTuberlar qurğu eləyir. Və sonra da artıq YouTube'a geri döndüm. Geri döndüm deyim də, geri qayıtdım.
Yəni arada bir də qardaşımla Minecraft serisi gələcək, amma fərqli gələcək. Yəni hardcore dünyasını qursam təzədən bir seri daha başlatmaq istəyirəm, amma yəni burada da çox qazanmışıq. Ona görə başlatmaq da istəmirəm bir aradan sonra. Yəni onu demək istəyirəm ki, Azahencer'dan video çaldı və bundan telif yemədi. Qəribə telif yemədi. Tabii çalmaq kimi deyil də açıqlamasını çaldı, birincisi bu. İkincisi də biraz təqlid elədi. Təqlid deyən nə ya, taktik elədi. Yəni biraz onun klonuymuş kimi bir şey elədi. Tabii ki də ya əlbəttə ki, mən buna heç nə demirəm. Çünki hamının özünə şeyi var. Keçənlərdə bir YouTuber görmüşəm. Adam elədiyinə prim qazmaqla azından siz deyin 1 milyon abunəsi oldu. Şaka. 35.684 abunəsi olur. Yəni buna mən şaşırdım deyəndə şok oldum. Deyim ki, adam prim kasır. Mənim kimi əziyyət verən 14 abunə, 15 abunə zar-zor oldu bəlkə. Və əlavəsi olaraq da çox video çəkəmədim. Tabii sinif yoldaşlarımdan VS, ondan sonra Mimoza sağ deyirəm. Eminlə VS, Əli ilə VS, nə bilim onunla, bununla, Cartcukla VS, qardaşımla VS, bunları çəkəmədim. Yəni buna görə çox üzr istəyirəm. Və əlavəsi olaraq da, yəni çəkməyə davam edəcəm bu arada. VS fikirləri çəkməyə davam edəcəm, amma şu anda çoxsu bir işlə məşğul olur. Mənim də işim budur. YouTube'dur. Arada bir dərs çalışıram, arada bir buna baxıram, arada bir də PlayStation oynayıram. Arada bir PlayStation oynayıram. Arada bir də falan yəni. Arada bir də hobimlə məşğul oluram. Hobim dediyim 2 hobim var. Birisi idman kimi şeylər, məsəl üçün rəqs, məsəl üçün üzgüçülük. Bunlara getmişəm yəni. Veya da üzgüçülüyə gedəcəm. Həm bunu eləyəcəm, həm bu arada mən YouTube'u hobi olaraq eləyəcəm birincisi olaraq. Yəni hobi kimidir mənə YouTube. Ona görə də çox ciddiyə almıram yəni. YouTube buraxmaq kimi dərdim yoxdur, xeyr dərdi. Əsla buraxmayacağam YouTube'u. Yəni əlavəsi olaraq da deyim ki, biraz sürətli olmaq istəyirəm. Bu YouTube'a geri döndüm. Artıq sizlərlə bir yerdə qəşəng videolar çəkəcəm. Sonra da sizdən istədiyim tək bir şey odur ki, 50 abunə olmağımızdır. Çünki 50 abunə olanda canlı yayınlar açacağım və canlı yayında bir şey düzənləyəcəm. Nətər deyim belə, turnuvalar düzənləyəcəm. Qazanma kim birinci elə bil mavi takımda mən olacağam. Qarşı takımda da bizim takipçilərimiz olacaq. Öz takımımızda mənim sinif yoldaşlarım Emil, Azər falan bir şeylərdən gətirərəm. Güclü Brawl Stars oynayanlardan. Ondan sonra da bunlardan sonra nə edəcəm? Əlavəsi desəniz və yaxud da soruşsanız. Bundan sonra da onu eləyəcəm ki, biraz seri video atacağım. Tabii indi belə uzun danışdım, hər şeyi təkrar elədim. Nəysə uşaqlar, yəni açıqcası bu videoda demək istədiyim kimin prim kastığı, mənim niyə abunə olmadığım, Zəhra kimi bir YouTube kanalı, yəni Joy Roblox Fan desək, bir də bir şey dedim, Joy Roblox Fan adını mən verdim. Çünki o mənim yanımda deyil ki, mən də kanal açacağım. Çünki mən əvvəl ondan kanal açmışdım və orada 24 abunə falan vardı. Qəşəng kitləm var idi, amma burada halbuki yoxdur. Ondan sonra da işte dedim ki, Joy Roblox Fan qoyadını. Sonra qoydu işte mənim videolarımı tanıtısı ilə, bir də çakma Minecraft videoları çəkərək ünlü oldu. Yəni buradan da onun öz priminə, buradan tanıtısına, priminə də çox alqışlarını çalıram. Hatta alqışını da çalıram. Neyse uşaqlar, bu video bu qədər iyi olsun. İnşallah sevmiş olarsınız. Mən də sevdim videoyu, çünki içimi döktüm bu videoda. Nə desək? Sağ olun. Görüşmək üzrə. Özünüzə yaxşı baxın. Videolar tez gələcək və bay bay.